Deməli, baxaq sınağımıza. Proposition istəyir bizdən. Baxırıq ki, bayram, Christmas, ümumiyyətcə bayramlar genəldə ondan işlənir. Amma bayram sözünün içində məsələn holiday, day sözü varsa, Christmas day olarsa ondan işlədə bilərik. Ona görə tək verilərsə bayramlar ətlə işlənir. Doğru variantımız B variantıdır. Soğudan sonra birbaşa sifət zərf gəlir və ümumiyyətcə soğudan sonra dərəcə gəlməz. Mostu çıxırıq. Cavabımız Y variantıdır. Artikel gəlməz. Most yaza bilmərik. Keçirik üçüncü testimizə. Üçüncü testimizdə bu bir növ relativ pronounu xatırladır mövzu bizə. Boşluğun hər iki tərəfində isim var. Boşluğun hər iki tərəfində isim varsa B variantı whose olur. Çünki biz who'nu canlı isimlə, feillə işlədirik. Who'mu canlı isim əvəzlik. What cümlə ortasında isimdən sonra gəlməz. Vergül var deyə zəti yaza bilmədik. Keçirik dördüncü testimizə. Dördüncü testimizdə də baxırıq ki, Z artiklımız var. Z artikl varsa, deməli biz burada who'dan istifadə eləməliyik. Z artiklından who, ümumiyyətcə Z artiklından işlənirsə, isim tək, xəbər tək olur. Ona görə variantımız doğrudur. Bit sayıla bilən isimdir. All, many, əgər bunlarla işlənirsə, o cəmdə verilməlidir. Həm də Z ilə all, Z ilə many işlənməz. Z ilə every də işlənmir. Maçda sayıla bilməyən isimlərlə işlənir. 5-ci testdə baxırıq, sayıla bilən isimlərlə işlənilən təyin edici istəyir bizdən. Təbii ki də plenty of. C variantını veririk. A plenty of yanlışdır. A good deal of, a little birbaşa sayıla bilməyən isimlərlə işlənir. Keçirik 6-cı testimizə. 6-cı testimizdə yenə bizdən təyin edicilər istəyir. Təbii ki, experience sayıla bilməyən isim olduğuna görə A-nı və C-ni saxlayırıq, yerdə qalanları atırıq. A-lot-un of-u yoxdur, olmaz. Mənlə də experience işlənməz. Burada fortunately sözü müsbət olduğuna görə matchla işlədirik. Unfortunately olsa da little yazardıq. 7-yə baxırıq. 7-də də soyla isim işlənməz. Təyin edici mütləq olmalıdır. Saçdan sonra sifət isim gəlir. Good enough, enough'dan əvvəl good işlənir. So kind, equal olmalıydı. Ona görə yanlışdır. Deməli, 7-ci testimizdə A variantı doğrudur. Davam edək 8-ci testdə. 8-ci testdə deməli, yenə bizdən doğru variant istəyir. Bizim doğru variantımız Y variantıdır. İlk öncə onu qeyd edək. İndi variantlara baxaq. Deməli, Y variantında 3-5. David isn't starting to learn French and neither is Juliet inkar cümləsidir. Təbii ki də əvvəldə inkarda olduğu üçün sonunda neither ilə vermişik. 5-də isə Ayza da bilirsiniz ki, inkar cümlələrin sonunda olur. Deməli, not plus Ayza olur. Ona görə də A variantında is not Ayza olmalıydı. Ona görə yanlışdır. B variantında isə bu nice is Julia olmalıydı. Ona görə Y variantımız doğrudur. 9-cu testə baxırıq. Yenə bizdən doğru variant istəyir 9-da. Bizim doğru variantımız D variantıdır. Deyir, nə qədər variant doğrudur. Burada used to məsələsi var. Used to məsələsi, deməli, used to ifadəsi keçmişdə olan hadisələrdən danışır. Məsələn, mən filan işi görərdim, edərdim uşaqlığında buna. Amma biz bunu to be ilə veririksə, yaxud da get ilə veririksə, bundan sonra gələn feil ing formasına düşür, gerund formasına düşür. Ona görə biz diqqətli olmalıyıq. Sadə used to-dan sonra infinitiv veririk, amma be ilə get ilə olan used to-lardan sonra ing veririk. Deməli, burada 2 dənəsi doğrudur. I am used to, ing-li feil olmalıydı, yoxdur. 2 doğrudur. I am used to. Bir də, deməli, 6 doğrudur. Is used to living. 2 ilə 6 D variantı. Sorry. 6 da doğrudur. 2 də doğrudur. 3 də doğrudur. Sadə used'dan sonra infinitiv verib doğrudur. 4 yanlışdır. Niyə? Sadə used'dan sonra ing verib olmaz. 5-də də I had to get used to driving doğrudur. 5, 6, 3, bir də 2. 10-cu testə baxırıq.
artiklın işlənmə qaydasıdır. Artiklın işlənmə qaydasına görə last night-ın qarşısında artikl z ilə verilməz. Ona görə ki, zaman anlayışı bildirir. Doğru variantımız C-dir. Qalan variantları izah edək. Deməli, burada they are having a great time olmalıdır. Niyə? Çünki burada əla bir vaxt keçirirlər də, ümumi bir anlamda olmur. C variantı doğrudur, Andes dağlardır, ona görə də Z ilə verilib. D variantında a good job olmalıydı. E variantında da today the children had a delicious breakfast yox. Ola bilər ki, had a delicious breakfast olardı. Z-nin ola bilməz. Çünki fərqli bir yemək kimi götürəndə artıq təyin edici sözdən artikl veririk. 11-ə baxırıq. Doğru variantımız 11-də deməli olmalıdır B variantı. Niyə? Çünki a good knowledge, yəni belə deyək, onun biliyinə görə, kiminsə biliyi kimi götürəndə, məsələn, mən deyirəm ki, filan uşağın yaxşı biliyi var da, yaxşı savadı var, onda biz onu artiklına verə bilirik. Amma yerdə qalanları işlədə bilmərik, salim yan isimlidir. 12-yə baxırıq, o da zaten salim yandır, B-dədir. Amma ki, yəni təyin edirəm də onu, fərqlidir o başqalarından. 12-də bizim doğru variantımız Z